Herkese salam. Bugün yeni üniversite bir yerde hazırlaşırıq. Üniversitet demişkən son günlərdə eşitdiyim xəbərlər, gördüklərim mənə də heç yaxşı təsir eləmir. Çünki mən də bir vaxtlar abituriyent idim və həmin abituriyentlərə nə hiss keçirdiklərini anlaya bilirəm. Buraxılış imtahanımı tam ürəyimcə yazsam belə, blok imtahanım ürəyimcə olmamışdı. Nəticə kimlərinə görə yaxşı olsa belə mənim ürəyimcə deyildi. Çünki hər gün ədəbiyyat oxumağıma baxmayaraq ədəbiyyat sualları çox qəliz idi. Ürəyimcə yaza bilməmişdim. Azərbaycan dilinə vaxt ayırmaqdan tarixə, ən sevdiyim fənnə fikrimi tam cəmləyə bilməmişdim. Hətta ikinci şans imtahanında artırmaq əvəzinə azaltmışdım. Amma hər zaman olduğu kimi bu zamanda da Allahın mənim üçün yazdığı gözəl bir plan var idi. Hansı ki, heç adını bilmədiyim bir ixtisasa qəbul oldum və qəbul olduğum gün Bakı Dövlətə qəbul olduğum üçün sevinsəm belə, həmin ixtisas barədə heç bir məlumatım, heç bir fikrim olmadığına görə narahatlıq hissi keçirirdim. Amma zamanla anladım ki, Allahın mənə ən uyğun olanı, mənim üçün ən gözəl, ən düzgün olanı seçib. Ona görə də heç vaxt ümidinizi itirməyin. Çətinliklər əlbəttə ki olacaq, amma ki Allah heç bir əziyyəti, heç bir yuxusuz gecəni, göz yaşını qarşılıqsız qoymaz, qoymayacaq da. Buna görə də çalışmağa, çabalamağa, öz-özünüzə inanmağa davam eləyin. Bilin ki, çətinliklər varsa, əziyyət varsa, sonda bir mükafat sizi gözləyir. Sağ olun, görüşənədək.